Masallı'da çok zahmetkeş, emeksever, vatanperver, hakiki Azerbaycan vatandaşları yaşıyorlar. Ulu Öndər Respublika rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün regionları ilə yanaşı Masallı rayonunun da inkişafına böyük diqqət və qayğı göstərir. Azərbaycan tarixində Heydər Əliyevin en büyük xidmətlərdən biri bölgələrin tarixinin inkişafı ilə bağlıdır. Dedim, olar ki, mən sizin haqqınızda roman yazın, tədqiqat edin və biografik roman öz adımdan. Gör nə dedi? Dedi, yaz elmirəm, yaz. O səndə yaxşı alınır. Hər bir xalq üçün ən vacib məsələ olan müstəqillikdir və bu müstəqilliyinin əldə olunması, Ulu Öndərimizin təbirindirsə, nə qədər çətindirsə onu qorumaq, saxlamaq və əbədi prosesə çevirmək ondan da çətindir. Masallı rayonu Azərbaycanda kənd təsərrüfatının məhsullarının istehsalında çox mühüm yer tutur. Onda Ulu Öndərimiz hamısı Rusiyaya gedən tələbələri hamısı yığdı Lenin sarayına, indi qədər yaxşı yadımdadır. Öz tövsiyələrini bizə çatdırdı. Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, proseslərin iştirakçısı olmaqla bərabər kənardan hamısını idarə edib və qiymətini verirdi. Masalını həqiqətən o çox istəyirdi. Həmişə də təriflərdə deyirdi, sizin cəmaatınız zəhmətkeş cəmaatdır. Sizin cəmaatınız halal cəmaatdır. Həmişə deyərdi bunu.